Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru əməkdar artist Yadigar Muradov vəfat edib. Bugün TV xəbər verir ki, bu barədə teatrın Facebook sosial media hesabında paylaşım edilib. Bildirilib ki, o müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi. Allah rəhmət eləsin. Hüsniyyə Salmanova, Bugün TV.